Salamünaleyküm. Necəsiz, yorulmayasaq Saqqa? Gəlin bacı kimi sizə bir məsləhət verim. Buyurun. Aparın bu maşını, bu traktoru. Prior leasinga. Aha. İlkin ödənişi siz. Bax. Ebi ki ilkin ödənişi yerinə bu traktoru qoyursunuz orada. Aha. Sizə qət tezə İtaliyanın traktorunu götürürsünüz təp-təzə. Aha, götürdüm. İlkin ödənişi yerinə bu traktoru verdi. Verdim. Sən bu traktoru verəndən sonra dövlət də o traktorun qiymətinin ödənişi var idi ya. 40%-ını da dövlət sənin yerə ödəyir. Qalan ortada nə məbləğ qalır? O məbləğə də bölürsən 60 aya. Özə faizsizdir. Gedirsən təp-təzə traktor qoyursan altına. Kimin oğlundan traktor üstünə əssə ki, sən təzə traktor sürməyəsən. Traktorla da işləyirsən, mövsümdə 5 dənə o traktorun pulunu çıxardırsan. Gəlin, mənim əlim yüngüldür. Gəlin, mən sizə Prior Leasingdə hədiyyə də verim. Gəl bura. Bax, soyuqda köynəyin oturmuşsa, sən soyuq olacaq. Hə? Gələrəm, baxaram, söhbət eləyəm. Yəni mən elə belə, məndən hamı xeyir görür. Sizin Hər yerdə Azərbaycanın 20-dən çox bölgəsində, deyir Cəlilabadın mərkəzində, lap belə rahat olmaq üçün 858 nömrəsinə yığırsınız, ətraflı məlumatda öyrənirsiniz. Sizə bir şey deyim Ülviyə xanım. Mən belə şəhərdə qalıram. İşim tam ayrıdır. Amma siz elə inandırırsınız ki, az qala 3-4 traktor mən alım sürüm.